Heç hiss etmisinizmi? Bəzən səbəbsiz yerə qəlbinizə bir ağırlıq çökər. Ətrafınızda hər şey qaydasındadır. Gülən üzlər, isti ev, dadlı yeməklər. Amma sizin ruhunuz sanki buralara aid değilmiş kimi çırpınır. Sanki uzaq bir yerdən, çox uzaq bir diyardan kimsə sizi çağırır. Biz insanlar ölümü həmişə son zənn edirik. Onu qorxulu bir qaranlıq, bir yoxluq kimi düşünürük. Və ən böyük səhvimiz də budur. Biz elə bilirik ki, ölüm qəfil gəlir, xəbərsiz gəlir. Amma böyük ariflər, Allah dostları və ən əsası Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, xeyr, ölüm gəlməzdən öncə mütləq qapını döyər, mütləq xəbər göndərər. Bəzən ağaran bir saç telində, bəzən ürəyinə düşən səbəbsiz bir həsrətdə, bəzən də yuxularına girən o doğma simalarda. İşarətlər hər yerdədir. Amma görən göz lazımdır. Eşidən qulaq, hiss edən qəlb lazımdır. Bugün bu videoda sizinlə birlikdə o pərdəni qaldıracağıq. Ölmədən öncə ruhun yaşadığı 7 gizli halı, Həzrəti Əlinin ölüm yatağındakı insan haqqında dediyi tükürpədici həqiqətləri və Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin bizə verdiyi o sirli xəbərləri danışacağıq. İnsan niyə işarətləri görmür? Niyə ölüm mələyi başının üzərinə gələnə qədər xəbərsiz yaşayır? Çünki insan yuxudadır. Elmin şəhəri Həzrəti Mühəmməd sallallahu aleyhi və səlləm, onun qapısı isə İmam Əli əleyhissalam idi. Gəlin o qapıdan içəri girək. İmam Əli əleyhissalam buyurur, insanlar yuxudadır, öldükləri zaman oyanarlar. Bu cümlənin ağırlığını hiss edirsinizmi? Bizim həyat dediyimiz, gerçək dediyimiz bu dünya əslində bir yuxudan ibarətdir. Biz mal-mülk yığırıq, vəzifə davası aparırıq, bir-birimizin qəlbini qırırıq. Sanki bu yuxu heç bitməyəcək. Amma ölüm anı oyanış anıdır. İmam Əli əleyhissalam buyurur ki, insan son nəfəsini verəndə gözündəki pərdə qalxar. O ana qədər görmədiyi mələkləri, əməllərinin əsl simasını görər. Və o an deyər ki, kaş ki geri dönə bilsəydim. Amma oyanan insan yenidən yuxuya qayıda bilməz. Peyğəmbərimizdən soruşdular, ya Rasulallah, ən ağıllı mömin kimdir? Peyğəmbərimiz buyurdu, ölümü ən çox xatırlayan və ona ən gözəl şəkildə hazırlaşandır. Bəs o hazırlıq necə olur? İşarətlər necə gəlir? Alimlər buyurur ki, ölüm ərəfəsində insanın ruhunda qəribə bir soyuma halı baş verir. Əvvəllər sənin üçün çox önəmli olan şeylər, bahalı paltarlar, ləzzətli yeməklər, insanların tərifi birdən-birə gözündən düşür. Sanki ruhun artıq bu dünyanın oyuncaqlarından bezib. Bu, ruhunun evə dönmək istəyirəm fəryadıdır. Gəlin sizə qədim kitablardan ibrətamiz bir rəvayət danışım. Bu hekayə ölümün bizə necə xəbər göndərdiyini ən gözəl şəkildə izah edir. Deyirlər ki, keçmiş zamanlarda bir Allah dostu ölüm mələyi ilə danışmaq imkanı tapır. O, Əzraildən bir xahiş edir. Ey mələk, sən Allahın əmri ilə canlıları alırsan, amma səndən bir xahişim var. Mənim canımı almağa gələn də qəfil gəlmə. Mənə əvvəlcədən xəbərçilər, elçilər göndər ki, mən tövbə edim, hazırlığımı görüm, vidalaşım. Ölüm mələyi söz verir. Söz verirəm. Sənə gəlməmişdən əvvəl bir yox, bir neçə elçi göndərəcəm. İllər keçir. O gənc adam yaşlanır, qocalır. Həyatın axarına qapılır. Və bir gün otağında oturarkən qarşısında o heybətli mələyi görür. Qorxu içində soruşur, ziyarətə mi gəldin, yoxsa canımı almağa? Mələk deyir, vədə tamam oldu, canını almağa gəldim. Adam fəryad edir, axı sən mənə söz vermişdin, axı biz dostuyduq. Sən demişdin ki, mənə elçilər göndərəcəksən, xəbər verəcəksən, niyə sözünü tutmadın? Əzrailin cavabı bugün hər birimizə dərs olmalıdır. O deyir ki, ey Allahın qulu, mən sözümü tutdum, mən sənə bir-birinin ardınca elçilər göndərdim. Amma sən qapını açdın, onlara baxdın və tanımadın. Adam təəccüblə soruşur, kimi idi onlar, mən heç kimi görmədim. Mələk saymağa başlayır. Xatırla, saçlarına dən düşdüyü, qapqarı saçlarının ağardığı günü xatırla. O, mənim birinci elçim idi.
Sənə deyirdi ki, vaxt azalır. Belinin büküldüyü, ayaqlarının taqətdən düşdüyü günü xatırla. O mənim ikinci elçim idi. Sənə deyirdi ki, torpağa yaxınlaşırsan. Gözlərinin nurunun azaldığı, qulaqlarının ağır eşitdiyi günü xatırla. Dostlarının, həmyaşlarının bir-bir dünyadan köç etdiyi günü xatırla. Bunların hər biri mənim sənə yazdığım bir məktub idi. Sən məktubları oxudun, amma mənasını anlamadın. Əziz izləyici, indi bir anlıq güzgüyə bax. Sənin saçında o elçilərdən varmı? Sənin bədənində o xəbərçilər varmı? Ölüm qəfil gəlmir. Biz sadəcə görməzdən gəlirik. Bəs fiziki dəyişikliklərdən başqa, ruhumuz hansı işarələri verir? İslam alimləri və övliyalar təcrübələrinə əsasən 4 əsas əlaməti qeyd edirlər. Gəlin bunları dərindən təhlil edək. Birinci işarə sadiq yuxular və vüsal həsrəti. Ölümü yaxınlaşan insan tez-tez dünyasını dəyişmiş ata-anasını, əzizlərini yuxuda görməyə başlayır. Diqqət edin, bu yuxular qorxulu kabuslar deyil. Əksinə, çox hüzurlu, çox işıqlı yuxular olur. Ölənlər diriymiş kimi gəlir, ona gülümsəyir, bəzən yemək verir, bəzən gəl deyirlər. Bu, ruhlar aləminin səni qarşılamağa hazırlığıdır. Ruhun artıq bu dünyaya yox, o biri dünyaya aid olmağa başlayır. İkinci işarə, halallıq almaq istəyi. Həzrəti Əli əleyhissalam buyurur ki, möminin ölümü yaxınlaşanda qəlbi yumşalar. İçində qarşısı alınmaz bir istək yaranar. Görəsən, kimin qəlbini qırmışam? İllərdir danışmadığı insanlarla barışmaq istəyər. Borcunu qaytarmaq, üzr istəmək, yükünü atmaq istəyər. Sanki səfərə çıxan yolçu kimi çamadanını yüngülləşdirər. Əgər qəlbinizdə durub durarkən hər kəslə barışmaq istəyi yaranıbsa, bu müqəddəs bir çağırışdır. Üçüncü işarə, tənhalıq və sükut. Əvvəllər səsküyü sevən insan artıq sakitlik axtarar. Boş söhbətlər ona əziyyət verər. Qeybət, dedikodu, dünya xəbərləri ona mənasız gələr. O, yalnız Rəbbi ilə baş-başa qalmaq istəyər. Bu, qəbrin sükutuna hazırlıqdır. Dördüncü işarə, bədənin torpağa meyl etməsi. Bunu bəlkə də hiss etmisiniz. Bəzən insan torpağa toxunmaq istəyər. Səcdədə çox qalmaq istəyər. Çünki biz torpaqdan yarandıq və torpağa qayıdacağıq. Əslilə dönmək istəyi hüceyrələrimizdə kodlanıb. Və nəhayət, o an gələr. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, ölən şəxs üçün qiyamət qopmuşdur. Həzrəti Əli əleyhissalam son anlarında ölüm yatağında olarkən belə buyurdu. And olsun Kəbənin Rəbbinə ki, mən qurtuldum. Mömin insan üçün ölüm bir qurtuluşdur. Qəfəsdəki quşun azadlığa çıxmasıdır. Amma o son nəfəs anı. O an çox önəmlidir. Şeytanın ən çox hücum etdiyi andır. Ona görə də dualarımızda həmişə deməliyik. Allahım, son nəfəsimizdə dilimizi şəhadətdən ayırma. Çünki necə yaşamısansa, elə də öləcəksən. Necə ölmüsənsə, elə də diriləcəksən. Həyat bir əks-sədadır. Sən dağlara nə qışqırsan, dağlar sənə onu qaytarar. Əgər ömrünü yaxşılıqla, ibadətlə, insanlara xidmətlə keçirmisənsə, ölüm mələyi sənə ən gözəl surətdə, ətirli güllər kimi gələcək. Qorxma, yaradan öz yaratdığını sevir. Sən sadəcə qapını döyməyi bacar. O qapı mütləq açılacaq. Əziz yol yoldaşım, dəyərli izləyicim, bu uzun lakin bir o qədər də vacib olan söhbətdə bizimlə olduğun üçün sənə təşəkkür edirəm. Bu zamanı dünya işlərinə yox, öz ruhuna, öz axirətinə ayırdığın üçün sən çox özəlsən. Bəlkə bu video sənə bir xəbərdarlıq oldu. Bəlkə qəlbindəki qorxuları sildi. Səndən bir xahişim var. Bugün, elə indi, özünlə və Rəbbinlə bir əhd bağla. Hər gününü son gününmüş kimi yaşa. Qəlb qırma, kin saxlama, sev və sevil. Əgər bu video sənin qəlbinə toxundusa, əgər bir cümlə belə səni düşündürdüsə, zəhmət olmasa videonu bəyənərək bizə dəstək ol. Kanalımıza abunə ol ki, bu nur karvanı daha da böyüsün.
daha çox insan qəflət yuxusundan oyansın. Və ən önəmlisi, rəy bölməsində öz fikirlərinlə bizimlə bölüş. Sən ölümü necə təsəvvür edirsən? Və ya ölmədən öncə hansı yaxşılığı etmək istərdin? Yaz, hər bir rəyinizi oxuyuram və dualarınıza amin deyirəm. Allah bizi son nəfəsdə imanla köçənlərdən etsin. Allah bizi işarətləri görən bəsirətli qullardan etsin. Hələlik, dualarda görüşmək ümidi ilə. Allah amanında.